Qiyamət sorğu-sualı bilirik də hamımız. Qiyamət sorğu-sualı necə təsəvvür edirsiniz? Belə olacaq, filan işi gördün, filan işi görmədin, filan işi gördün, filan işi görmədin, sonda qiymət xeyr. Qiyamət sorğu-sualı belədir. Filan işi gördün, çox yaxşı, nəticə. Niyə? Niyə gördün? Hansı səbəbdən bu işi gördün? Savablar və günahlar hamısı o niyəyə görə müəyyən ediləcək. Səbəbə görə müəyyən ediləcək. Qiyamətin suallarının hamısı niyədir. Niyə etdin, niyə etmədin? Yaxşı iş gördün, sənə bir 5, xeyr. Müəllimi maraqlandırmır, uşaq hansı şəraitdə dərs oxuyub. Dərsinə cavab verdi, 5 qiymətini yazır. O gün mən burada bir dərslərimiz olur, həftənin birinci günləri. Orada bir müəllimə var, bizim dərsdə iştirak edir. O mənə yaxınlaşdı, dedi ki, çox maraqlı bir iş görür. Deyim, mən uşaqların qabiliyyəti ilə nəticəni uzlaşdırıb olaraq qiymət verirəm. Bir uşağın zehni itidirsə, o yaxşı nəticə göstərirsə, ona əla qiymət verməyə tələsmirəm. Bir uşağın zehni zəifdirsə, yaddaşı zəifdirsə, çox zəhmət bahasına bu nəticəni əldə edibsə, mən ona daha yaxşı qiymət verirəm, təşviq edirəm ki, o daha yüksək nəticə əldə etsin. Bax, bu məsələ bugünkü gündə nəzərdən qaçırılan məsələlərdən biridir. Dinin isə işi əsas bundandır. Din nəticədən çox o prosesin özünə önəm verir. Prosesin üzərində dayanmaq lazımdır. Onda bir maraqlı dünya açılır insanın gözü qabağında. Və mühasibət də bizim mövzumuz. Mövzumuza gələk çıxaq. Özünü təftiş etmək də bizim mövzumuz. Bəli, elədir. Özünü təftiş etmə, əməli təftiş eləmir. Sən niyə bu əməl etdin? İnsan hər gün öz-özündən soruşmalıdır. Özü də hər gün. Prosesin üzərində diqqəti cəlb etmək deməkdir. Özünü mühasibə etmək. Elə ki, başlayırsan əməllərin niyələrini araşdırmağa bir maraqlı dünya açılır. Sən demək özünü tanımırsanmış. Özünü tanımağa başlayırsan. İş ondan sonra başlanır. Bəzən yaxşı əməllərin niyəsini axtaranda görürsünüz, yaxşı əməl deyilmiş bu. Mən elə bilirdim bu yaxşı əməldir. Niyə etmişəm? Niyə ilə xarab oldu yaxşı əməl, getdi işinin dalıcan. Biri namazda ağlayır, göz yaşı tökür, halla namaz qılır. Hədisə baxın, buyurur ki, dində bidət çıxardanda namazda hal yaxşı olur. Görmüsünüz Məkkədə o bəzi ağlaya-ağlaya namaz qılanları. Demirəm, hər ağlaya-ağlaya namaz qılan bidət çıxardır, yox. Amma belə də olur. Araşdır, gör ki, bu hal sənə hardan gəlib. Hardan gəlib? Bəlkə hansısa bir iş görmüsən, vicdanını sakitləşdirmək üçün bu hala qoymusan özünü, süni şəkildə.